Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün kartof pirəşkisi hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? 2 kilo yaxın un götürmüşəm. İlk öncə üzərinə 1 yemək qaşığı maya əlavə etdim, quru maya və 1 ədəd yumurta əlavə edirəm. 3 yemək qaşığı qatıq əlavə edib, duzunu da əlavə edib xəmirimizi yoğururam. Xəmirimizi ilıq su ilə yoğururam. Xəmirimiz artıq gördüyünüz kimi hazırdır. Üzərinə ilk öncə kulyonka sərirəm və sonra dəsmala büküb kənarda mayalanmasını gözləyirəm. 2 baş soğanı da xırda-xırda doğrayıb bunu yaxşı qovururam. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. İçliyimiz üçün soğanı qovurdum və bu formada xırda kartoflarım var idi. Bunları soyutma bişirdim. Qabıqlarını soyub bu formada əzirəm, kartof əzənlə əzirəm. Kartoflarımızı da yaxşı-yaxşı əzdim, püre halına gətirdim. Üzərinə qovurduğum soğanı da əlavə edirəm. Biraz göyərti doğrayıram. Yarım dəstə kişniş, yarım dəstə şüydü də xırda-xırda doğrayıb əlavə edirəm. Göyərtini də əlavə edib bunu yaxşı-yaxşı qarışdırıram. Üzərinə duz, istiot əlavə edib qarışdırıram. Artıq içliyimiz hazırdır. Xəmirimiz də artıq mayalanıb, kulyonkanın üstündən götürürəm və biraz xəmirimizin havasını alıram. Keçirəm pirəşkiləri hazırlamağa. Kiçik kündələr hazırlayıram. Kündələrimizi də hamısını eyni qayda ilə hazırladım. Üzərinə dəsmal sərirəm ki, biraz da belə mayalansın. Gördüyünüz kimi kündələrimizi bu formada yayıram əlimlə. İstədiyiniz formada hazırlaya bilərsiniz. Belə daha asan olduğu üçün mən belə hazırlayıram və içliklərini qoyuram. İçliklərin də hamısını eyni qayda ilə əlavə etdim. Və bu formada bükürəm.
Gördüyünüz kimi asan və tez başa gələn pireşkimiz deyərdim ki hazırdır. Bunları yağda qızardacağım. Qazanımıza yağ əlavə edirəm. Duru yağdan istifadə edirəm. Mən günə baxan yağından istifadə edəcəm. Artıq yağımız qızıb, pireşkiləri yağın içərisinə qoyuram. Hər iki üzünü yaxşıca qızardıram. Gördüyünüz kimi artıq pireşkilərimiz bişib. Yağın içərisindən götürürəm. Bütün pireşkilərimi hamısını bişirdim. Bu da bizim asan və tez başa gələn pireşkimiz hazır oldu. Bir aş süzən pireşki pişirdim. Çox dadlı, ləzzətli pireşki alındı. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah əmanət olun.